Hidrogen, oksigen su bölməsi ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahı. Birinci sual. Birinci sual qarışıqlara aid məsələdir. Şərtdə verilib qarışığın tərkibi mis oksid və misdən ibarətdir. Qarışığın ümumi kütləsi 25 qramdır. Onları qeyd edim əvvəlcə. Demək, qarışıq mis oksid və misdən ibarətdir. Qarışığın ümumi kütləsinin 25 qram olduğu şərtdə verilib. Və deyilir ki, artıq miqdarda hidrogenlə reaksiyasından alınan suyun kütləsi 4,5 qramdır. Birinci düşünürük, deməli, mis üstəgəl hidrogen reaksiyası baş vermir. Mis oksid üstəgəl hidrogen reaksiyası isə baş verir. Bu zaman alınır mis və su. Deməli, reaksiya ilə birin-birə nisbətində gedir və burada qeyd olunur ki, 4,5 qram su alınır. 4,5 qram mis oksidin suyu ilə reaksiyasından alınır və reaksiyada su 18 qramdır. 18 ilə 4,5 ilə müqayisə edək, 4,5 18-dən 4 dəfə azdır. Deməli, reaksiyaya girən misin kütləsi 64 türkcə reaksiya üzrə 4 dəfə az 16 qram olacaq. Hidrogen 2 qramdır, 4 dəfə az 0,5 qram olub. Mis oksid isə nisbi molekul kütləsi 80-dir, 4 dəfə az olacaq 20 qram. Və bütün reaksiya üzrə reaksiya girən maddələrin kütləsinə əsasən onların həmin miqdarı üçündə qramlarını müəyyən etdik. Sonra bizdən nə istəyir? Bizə deyilir ki, qarışığın tərkibindəki mis oksidin kütlə payını müəyyən edin. Deməli, biz 4,5 qram su, 20 qram mis oksiddən alındığını müəyyən etdik. Və buradan bəlli oldu ki, 25 qramın 20 qramı mis oksid olub. Deməli, 5 qramı da mis imiş. Omega kupromol, yəni mis oksidin kütlə payını tapmaq üçün 20-ni bölürük 25-ə. Yəni, 20-25-in neçə faizini təşkil edir? Bu edəcək 80%. Bu bizdə birinci sualın cavabı. Sonra deyilir ki, reaksiyadan sonra bərk qalığın kütləsini qramla hesablayın. Reaksiyada 20 qram mis oksid var idi və bunun tərkibindən oksigen çıxdı deyə kütləsi azaldı oldu 16 qram. Deməli, sonda bərk qalıqda 16 qram mis və mis oksiddən alınan mis və bir də başlanğıc qarışıqda olan 5 qram mis var. Beləliklə, sonda bərk qalığın kütləsi olacaq 21 qram. Bu da oldu ikinci sualın cavabı. Keçək ikinci suala. İkinci sualda N2 və H2-dən ibarət qaz qarışığı verilibdir. H2 və N2-dən ibarət qaz qarışığı verilib və deyilir ki, qazların ümumi mol miqdarı 21-dir. Reaksiyadan sonra qarışıqda qazların ümumi mol miqdarı 15 olub. Biz burada fikirləşək. Deməli, əvvəl qaz qarışığı 21 mol imiş, sonra 15 qalıb. Görək nə qədər azalma gedib. 21-dən 15-i çıxırıq, edir 6 mol. Deməli, 6 mol azalma baş verib. Reaksiya tənliyini yazaq, görək azalma nəyə əsasən baş verib. N2 üstəgəl H2 alınır NH3, əmsallaşdıraq və reaksiyaya baxırıq ki, 4 mol qaz reaksiyaya girəndə 2 mol amonyak alınır. Yəni, qaz qarışığında, daha doğrusu reaksiya nəticəsində qazların mol miqdarı 2 vahid azalmış olur. 4-dən 2-ni çıxanda 2 qalır. 2 vahid azalmış olur. Yəni, 4 litr qaz reaksiyaya girərsə, 2 litr amonyak alınmış olur. Bizdə də 6 mol azalma gedib. 6 mol azalma ilə 6 ilə 2-ni müqayisə edək. 2 dəfə azalanda 2 mol amonyak alınmış olur. 6 da 2-dən 3 dəfə çoxdur. Deməli, 2 vur 3, 6. Yəni, reaksiyaya girən qazların mol miqdarını 3 dəfə artıracam. Çünki, bir də deyirəm, 4 litr qazdan, 4 mol deyək də, 4 mol qazdan 2 mol amonyak alınır. Bu, o deməkdir ki, qaz qarışığında 2 mol azalma gedir. Şərtdə isə biz verilənlərə əsasən müəyyən etdik ki, 6 mol azalma baş verib. İndi reaksiya tənliyində hidrogen 3, azot 1, amonyak 2 moldur.
Əgər qaz qarışığında 2 mol azalma gedibsə, bizdə də 6 mol azalma gedibsə, deməli verilən qaz qarışığı reaksiya tənliyindən 3 dəfə çox imiş. Ona görə biz əmsalları 3 dəfə artırırıq. 2-ni 3-ə vurdum 6, 1-i 3-ə vururam 3 və 3-ü 3-ə vururam 9. Demək, mən nəyi müəyyən etdim? Reaksiyaya girən qaz qarışığı 9 mol hidrogen, 3 mol azot olub və hər ikisinin reaksiyasından isə 6 mol amoniak əmələ gəlir. Suala baxırıq. Deyir, hidrogen və azot arasında baş verən reaksiya zamanı azot tam reaksiyaya daxil olur. Deməli, başlanğıc qarışıqda, son qarışıqda artıq azot qalmayacaq. Hidrogenin neçə faizinin isə reaksiyaya daxil olduğunu hesablayın. Deməli, 6 mol burada bizə deyir, hidrogenin neçə faizinin reaksiyaya daxil olduğunu hesablayın. Hidrogenin baxırıq ki, 9 molu reaksiyaya daxil olub. Başlanğıc qaz qarışığı da hidrogen və azotdan ibarət idi. 9 mol hidrogen, 3 mol azot reaksiyaya girib və bundan əlavə də nə qədər hidrogensə artıq qalıb, artıq qalanı bilmirik və başlanğıc qaz qarışığı nəticədə 21 mol olub və biz buradan x-i hesablayırıq. X bərabərdir 9. Deməli, artıq qalan hidrogen də 9 moldur. 9 mol H2 artıq qalıb. Başlanğıcda demək 9 mol artıq qalan hidrogen, üstə gəl 9 mol reaksiyaya daxil olan hidrogen, deməli 18 mol hidrogen olubmuş. 18 mol hidrogenin 9-u reaksiyaya daxil olub, 9-u artıq qalıb, deməli 50% artıq qalıb. Yenə də yazım, 18 100% təşkil edirsə, 9 da onun yarısı olduğuna görə 50% təşkil edəcək. Bu bizim birinci sualın cavabı. İkinci görək nə istəyir? Bunu əslində bu formada da yaza bilərdik. Son qaz qarışığı 6 mol amoniakdan ibarətdir. Yəni artıq qalan hidrogeni bu üsulla da tapa bilərdik. 6 mol amoniak alınıb. Son qaz qarışığı axı deyir 15 moldur. 6 mol alınan amoniak, üstə gəl x, bilmirik nə qədər artıq qalan hidrogen var. Bu da edir 15. Buradan da x-i 9 tapa bilərik. Daha rahatı budur. Mən elə hər iki üsuldan sizə göstərdim. İndi isə ikinci suala baxırıq. Reaksiyadan sonra qaz qarışığında amoniakın həcm payını tapın. Bu da artıq bəllidir. Qaz qarışığında amoniak tapmışıq artıq 6 mol. Omega NH3 bərabərdir 6 bölünsün 15. Çünki son qarışığı mol miqdarını elə şərtdə 15 verib və buradan da hesablayırıq, edəcək 40%. Bu da oldu ikinci sualın cavabı. Üçüncü sual. Üçüncü sualdan hidrogenlə oksigendən ibarət 64 qram qaz qarışığı verilibdir. Deməli, başlanğıc qaz qarışığı hidrogen və oksigendən ibarətdir verilibdir. Qaz qarışığı 64 qramdır. Sonra deyir ki, bu qaz qarışığına 7 mol oksigen əlavə olunub. 7 mol oksigen. Və bu zaman guruldayıcı qaz qarışığı alınıb. Görək bu zaman kütlə nə qədər dəyişəcək. 64-ün üzərinə gəlirik 7 vur 32-ni. Bu da edəcək 288. Və deyir ki, bu guruldayıcı qaz qarışığı olub. Guruldayıcı qaz 2 mol hidrogenlə 1 mol oksigenin qarışığından ibarət. Biz də burada nisbəti bilmirik deyə, hidrogeni 2x, oksigeni isə x qədər götürürük. Və burada kütlələri cəmi yazıram. 2 dəfə 2-ni 4x, üstə gəl 32x, bərabərdir 288. Buradan ifadəni həll edirəm. Tapıram 36x bərabərdir 288, x bərabərdir 8. Deməli, mən müəyyən etdim ki, burada x 8-dir. Yəni, guruldayıcı qaz qarışığı 2x hidrogen olubsa 16 mol hidrogendən və 8 mol oksigenden ibarət. İndi görək bizdən istənilən nədir? İlkin qaz qarışığında neçə qram oksigen olduğunu hesablayın.
Biz 8 mol oksigen olduğunu müəyyən etdik. Şərtdə deyirdi ki, 7 molu sonradan əlavə olunubdur. Ona görə 7 molu çıxırıq, qalır 1 mol oksigen. Deməli, başlanğıc qarışığında 1 mol oksigen olub. 1 mol oksigenin də kütləsi 32 qramdır. 32 qram. Bu oldu birinci sualın cavabı. Sonra deyir, alınan qaz qarışığında qazların ümumi mol miqdarını hesablayın. Alınan qaz qarışığını indi bura yazdım. 16 mol hidrogen və 8 mol oksigenden ibarətdir. Ona görə də aşağıda yazım 16 üstə gəl 8 bərabərdir. Demək 24 mol. 24 mol qaz qarışığı olub. Bu da ikinci sualın cavabı. Dördüncü sual. Dördüncü sualda natrium hidrit və kalsium. Deməli, natrium hidrit üstə gəl su, alınır natrium OH, üstə gəl hidrogen. Kütləsi m qram veribdir. Kalsiumun da kütləsi m qram verilib və hər ikisinin reaksiyasından 1,6 mol hidrogen alındığı qeyd olunur. M qram natrium hidrit neçə qram hidrogen, neçə molla istəyir? Ona görə molun yazıram, x mol. Natrium hidridin də nisbi molekulu 24-dür. 24-dən isə 1 mol hidrogen alındığını reaksiya tənliyinə əsasən müəyyən edirik. Və burada x-i tapırıq. X bərabərdir m böl 24. Eyni qayda ilə kalsiumun su ilə reaksiyasını yazıram. Alınır kalsium hidroksid, üstə gəl H2. Burada da m qram kalsium kütlələri bərabər verib. Hər ikisi m qramdır. M qram kalsiumdan neçə mol hidrogen alındığını tapıram. Bunu da y mol götürüm. 40 qram kalsium isə 1 mol hidrogen ayırar. Buradan da y tapıram. Y bərabərdir m bölünsün 40. Və şərtdə verir ki, hər ikisindən alınan hidrogenin mol miqdarı 1,6-dır. Ona görə mən hər iki ifadəni toplayıb 1,6-ya bərabər edirəm. M bölü 24 üstə gəl m bölünsün 40. Bərabərdir 1,6. Buradan da ifadəni həll edirəm və m-i tapıram 2,4. Deməli m oldu 2,4. Deməli hər ikisi 2,4 qram olub. Bundan sonra baxaq bizdən nə istəyir? M-i tapın. M-i tapdıq 2,4. Bu birinci sualın cavabı. Və sonra deyir ki, reaksiyadan əmələ gələn natrium hidroksidin kütləsini hesablayın. 2,4 yox, 24 edər. 24 etdi. Buradan da elə baxırıq ki, reaksiya tənliyində natrium hidrit 24 qramdır və reaksiyadan alınan natrium hidroksidin kütləsini istəyir. Bu da elə reaksiya tənliyinə uyğun olduğuna görə 40 qram olacaq. Yəni 24 qram natrium hidrit 40 qram natrium OH verər. Yəni reaksiya nəticəsində 40 qram natrium OH alınır. Bu da ikinci sualın cavabı olacaq. Beşinci sual. Beşinci sualda sxem təsvir olunub. Reaksiya aparılır qabda. Kalium permanganat baxırıq ki, qızdırılır. Və bu zaman təbii ki, kalium permanganat qızdırılanda bu reaksiya baş verəcək. Kalium permanganat laboratoriyada oksigen almaq üçün istifadə olunur. Bu zaman alınır kalium manganat, üstə gəl mangan 4 oksid, üstə gəl oksigen. 2 kalium olduğuna görə buraya 2 yazırıq. Mangan 2, oksigen 8. Reaksiyamız bərabərdir. Bizdən alınan oksigeni də su altında toplayıblar. Yəni sınaq şüşəsi su ilə doldurulub su olan qabın içərisinə salınır. Bu zaman qaz aparan borudan gələn oksigen suyu qabdan boşaldaraq özü onun yerinə dolur. Buna suyu sıxışdırıb çıxarma üsulu ilə toplama deyilir. Yeri gəlmişkən onu deyim ki, suda həll olan qazları suyu sıxışdırıb çıxarma üsulu ilə toplamaq olmaz. Yalnız suda həll olmayan qazları və ya suda pis həll olan qazları bu üsulla toplamaq olar. Baş verən reaksiya tənliyini yazın və əmsallaşdırın. Bu bizdən istənilən birinci şərtdir. Birinci şərt artıq əməl etmişik. Reaksiya tənliyini tərtib etdik və
əmsallaşdırdıq. Reagent və məhsulların sayına görə reaksiyanın növünü. Reaksiyaya baxırıq ki, bir mürəkkəb maddədən 3 dənə fərqli maddə alınıbdır. Deməli, reaksiya tipi parçalanma reaksiyasıdır. Əgər oksidləşmə reduksiya reaksiyanın növü soruşulsa, bu molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Çünki oksidləşdirici və reduks edici eyni maddənin tərkibində yerləşən müxtəlif element atomlarıdır. Burada manqan müsbət 7-dən müsbət 6-ya və müsbət 4-ə gəlib, iki fərqli birləşməyə, oksigen isə mənfi 2-dən 0-a gəlib. Deməli, oksigen burada elektron verib, reduks edicidir, oksidləşir. Manqan isə elektron alıb, oksidləşdiricidir, reduks olunur. Üçüncü sualımız bununla əlaqədar idi. Ona görə mən bu haqda məlumat verdim. Deyilir ki, oksidləşmə məhsulunun kimyəvi formulunu yazın. Oksigen dediyimiz kimi reduks edicidir, oksidləşir. Oksigen oksidləşərək, yəni elektron verərək hansı maddənin tərkibinə keçib? O2-nin tərkibinə keçib. Deməli, O2 burada oksidləşmə məhsuludur. Oksidləşmə məhsulu oksigen oldu, O2. Bu da üçüncü sualın cavabı. 6-cı sual. Altıncı sualda yenə həmən reaksiya tənliyi təsvir olunub. 2 mol kalium permanganat olduğu kimi köçürürəm bura. Kalium manganat alınıb, mangan 4 oksid və oksigen. Burada duzun kütləsini M qram verib. Oksidin kütləsini M-11 verib. M-11 və oksigində N veribdir. Duz reaksiya nəticəsində alınan duzu deyir, alınan duz. Ona görə bu M-i silib alınan duzun üzərinə yazıram. Alınan deyilirmiş. Və biz burada nəyə diqqət yetiririk? Duzun kütləsi mangan 4 oksidin kütləsindən 11 qram çoxdur və ya oksid ondan 11 qram azdır. Ona görə biz hər ikisinin nisbi molekul kütləsini hesablayaq. Mr kalium 2 mangan O4 bərabərdir. 39 vur 2 78. Manganın kütləsi 55, oksigenin kütləsi də 64-dür. Və toplayırıq, edəcək demək 197. Bərabərdir 197. Və mangan 4 oksidin nisbi molekul kütləsini hesablayırıq. 55 üstə gəl 32. Bu da edər 87. 197-dən 87-ni çıxırıq. Görək kütlələr fərqi nə qədər eləyir? 110 qram edər. 110 qram. Biz baxırıq ki, bizə verilən formulda 11 qram azlıq var. Amma biz 1 mola görə hesabladıq ki, 1 mola görə 110 qram fərq edir. Ona görə belə bir tənasüb qururam. 197 qram kalium manganat alınanda 110 qram fərq edəcək. Mangan 4 oksidlə kütlələr arasında fərq. Bəs 11 qram fərq edərsə nə qədər? Bu da eləyər 19,7. Və ya elə 110-u 11-ə bölüb 10 dəfə az olduğunu düşünürük. 10 dəfə azdırsa 197-dən 10 dəfə az 19,7 qram kalium manganat alındığı bəlli olur. Sualda deyirdi M-i tapın. M-i müəyyən etdik. Deməli, bu birinci sualın cavabı oldu. 19,4. Sonra bizə deyir, N-in qiymətini hesablayın. N də baxırıq şərtə, burada oksigenin kütləsini ifadə edir. Yəni, 19,7 qram kalium manganat alınanda nə qədər oksigen alınar? Yenə də yazırıq, 197-yə reaksiya tənliyinə görə 32 qram oksigen əmələ gəlib. 19,7-dən də təbii ki, ondan 10 dəfə az olacaq. Yəni 3,2 qram. Bu da ikinci sualın cavabı oldu. 7-ci sual. 7-ci sualı elə burada öz yanında yazım. Sınaq şüşəsində 17 qram natrium nitrat var deyir. 17 qram natrium nitrat və qızdırılır deyir. Natrium nitrat laboratoriyada oksigen almaq üçün istifadə edilən maddədir. Parçalandıqda natrium nitrit və oksigen alınır. Reaksiya tənliyi yazıb əmsallaşdırırıq. Oksigenlər bərabərdir. Baş verən reaksiyadan sonra sınaq şüşəsində 14,6 qram bərk qalıq qalır. Deməli, bərk maddə bu idi.
Reaksiya nəticəsində natrium nitrit, bu da bərkdir, bərk maddə alındı, bu da bərk idi və alınan oksigen qaz halındadır deyə uçub gedəcək. Ona görə kütlə alınan oksigenin kütləsi qədər azalacaq. Biz nə qədər azalma olduğunu tapsaq, bu bizə ayrılan oksigenin kütləsini verəcək. Ona görə mən çıxıram verilən kütlələri, deyir 17 qram idi, amma reaksiyadan sonra 14,6 qaldı bərk maddə. Və çıxaraq nə qədər kütlə fərq etdiyini hesablayıram, bu edir 2,4 qram. Deməli, reaksiya nəticəsində 2,4 qram oksigen alınıb. 2,4 qram. Duzun neçə faizini parçalandığını və alınan qazın normal şəraitdəki həcmini hesablayın. Birinci duzu tapaq. 2,4 qram oksigen alındı. Bu qədər oksigen nə qədər natrium nitritdən alınır? Tənasüb qrup hesablayırıq. Natrium nitratın nisbi molekul kütləsi 80-dir, 85-dir. 2 vurulsun 85, 32 qram oksigen verər. X-dən də 2,4 və buradan həmin tənasübü həll edirik, X-i hesablayırıq. Bu bizə verəcək 12,75. 12,75 qram. Deməli, 2,4 qram oksigen, 12,75 qram kalium nitratdan alınar. Əvvəldə 17 qram natrium nitrat olub. Ona görə yazıram, 17 100% idi, hamısıdır. Bəs 12,75 neçə faiz təşkil edər? Bu da bizə verəcək 75%. Deməli, natrium nitratın 75%-i parçalanır. Bu birinci sualın cavabı. İkinci suala keçək. Alınan qazın normal şəraitdəki həcmini istəyir. Biz bayaq müəyyən etdik ki, 2,4 qram hidrogen alınıb. Oksigen 2,4 qram oksigen alınıb. Bu qədər oksigen neçə litr həcm tutar? 32 qramda bildiyimiz kimi 22,4 litr həcm tutur. Buradan da oksigenin həcmini hesablayırıq. 1,68 litr. Bu da ikinci sualın cavabı. 8-ci sualın izahı, 7-ci sualın izahı oldu. İndi 8-ə keçirəm. 8-də 2 oksid təsvir edib. Deməli, maqnezium oksid və mis-2 oksid. Mis-2 oksid. Hər ikisinin kütlələri cəminin M olduğu qeyd olunur. Sonra tam reaksiyasına sərf olunan hidrogenin mol miqdarı 0,1 mol verilibdir. Hər ikisinin hidrogenlə reduksiyasına cəmi 0,1 mol hidrogen sərf olunub və tam reduksiyasından alınan metalların ümumi kütləsi 4,4 verib. Deməli, mən burada belə bir mülahizə aparım. Maqnezium oksid üstəgəl hidrogen, alınır maqnezium oksid üstəgəl hidrogen, maqnezium üstəgəl. Maqnezium üstəgəl su. Eyni ilə mis-2 oksidlə də reaksiya bu formada gedir, alınır mis üstəgəl su. Deyək ki, burada reaksiyada əmsal yoxdur, birin birə nisbətində gedir. Yəni, A mol götürsək, hər birindən A mol alınacaq. Həmçinin kuprumu da B mol götürülübsə, B mol hidrogen, B mol kuprum və B mol su alınar. Bunları bu şəkildə yazırıq və hər ikisinə sərf olunan hidrogenlərin mol miqdarı 0,1 verib. Ona görə mən yazıram A mol hidrogen maqnezium oksidə sərf olunan, B mol kuprum oksidə sərf olunan və bunların molları cəmi 0,1 verib. Belə yazdım. Və sonra hər ikisinin reaksiyasından alınan metalların kütləsi deyirsə, bura baxıram və A mol maqnezium 24A, üstəgəl B mol kuprum 64B. Burada da kütlələri cəmi verilib 4,4 qram. 4,4. Aldım tənliklər sistemi və tənliklər sistemini həll edirəm. 24A üstəgəl 24B bərabərdir. Birinci tənliyi 24-ə vururam. 0,1-i də 24-ə vuranda 2,4. Bu isə olduğu kimi qalacaq. Üstəgəl 64B bərabərdir 4,4. Tərəf-tərəfə çıxanda, deməli, tərəf-tərəfə çıxıram, qalır 40B bərabərdir 2.
və B bərabərdir 0,5 mol. B-ni 0,5 mol tapdım. A plus B də 0,1-ə bərabər idi. Deməli, A üstəgəl 0,5 bərabərdir 0,1 isə, onda elə A da 0,5 mol olub. A da 0,5 moldur, B də 0,5 moldur. Görək bizdən nə istənilir? M-i müəyyən edin deyir. Birinci sual budur. M qarışıqdakı metal oksidlərinin kütləsini. Biz hər iki maddənin maqnezium oksidində 0,5 olduğunu, kuprumonun da %5 mol olduğunu müəyyən etdik. İndi bunun kütlələri cəmini buradan yazacağım. Maqnezium oksidin emiri 40 edir. 40-ı da 0,5-ə vururam. Yəni, belə deyim də, açıq yazım daha aydın olsun. Qarışıq ibarət olub 0,5 mol maqnezium oksiddən və 0,5 mol mis-2 oksiddən. Bunu da hər birini öz kütləsinə vuraraq hesablayıram. 40-ı 0,5-ə vuranda 2 edər. Deməli, kuprumoda 80-dir. Onu da 0,5-ə vuranda 4 edər və kütlələr cəmi oldu 6 qram. Deməli, bu M-in qiyməti oldu. M-in qiyməti birinci sual idi. Birinci sualın cavabı 6. Sonra deyir, reaksiya nəticəsində alınan suyun kütləsini qramla hesablayın. Suyun kütləsi də dediyim kimi elə mollarına fikir verin. Burada molları A mol, B mol sudur. Yəni 0,5 mol su budurdadır. 0,5 mol su ikinci tənlikdən alınıbdır. %5 ilə %5 toplayanda 0,1. 0,1-i də 18-ə vururuq. Yəni A plus B cəmi 0,1-dir. A plus B mol su alındığına görə 0,1-i vururam 18-ə. Bu da edər 1,8 qram su. Və elə ayrı-ayrılıqda 0,5 vur 18, 0,5 vur 18, bu da eləyəcək 1,8 qram. İkinci sualın cavabı da 1,8 oldu. 9. 9-cu suala baxırıq. Doqquzuncu sualdan verilib ki, 40 mol oksigen ozonatordan keçirilir. Bu zaman 30 mol qaz qarışığı, yəni oksigen və ozon qarışığı ayrılıbdır. 40-dan 30-u çıxıram, görüm azalma nə qədər gedib? 10 litr azalma gedib. 10 mol olsun, moluna verib deyə molla yazım. 10 mol azalma gedib. Reaksiya tənliyini yazırıq. O2 O3-ə çevrilir. Əmsallaşdıranda bu formada olur və reaksiya tənliyinə baxırıq ki, 3 mol oksigen 2 mol ozon verir. 3 çıxılsın 2 bərabərdir 1. Yəni reaksiya tənliyinə əsasən 1 mol azalma gedir. Mən suala baxıram, deyir, neçə faizinin ozonlaşdığını hesablayın. Oksigenin neçə faizinin ozonlaşdığını hesablayın deyir. Yazıram ki, 1 mol azalmaya görə reaksiya tənliyində 1 mol azalma gedir. 3 oksigen ozona çevrilib, yəni 3 mol oksigen ozona çevrilir. 1 mol azalmadan 3 mol oksigen ozona çevrilmiş olur. Yuxarıdakı şərtə əsasən də 10 mol azalma gedib. Deməli, 10 mol azalmada da 30 litr oksigen ozona çevrilib. Şərtdə isə 40 mol ozon verilibdir. Yəni, 40 mol ozonun belə çıxır ki, 30 molu ozona çevrilib. 40-ı 100% qəbul edib, 30-un neçə faiz olduğunu hesablayırıq. Deməli, bu da edər 75%. 75%-i deməli ozona çevrilib. Bu birinci sualın cavabı. Sonra deyilir ki, ozonun kütləsi oksigenin kütləsindən alınan qaz qarışığında ozonun kütləsi oksigenin kütləsindən neçə dəfə çoxdur. Alınan qaz qarışığında ozonu müəyyən edək. 1 litr azalmadan 2 mol ozon alınır. 2 mol ozon. 10 litr azalmadan da nə qədər? Bu da eləyər 20 litr. Deməli, 20 litr ozon var son qarışıqda. Son qarışıqda şərtdə 30 litr verib. Deməli, 30 litrin 20 litri
ozondur. Yerdə qalan 10 litr isə ozonlaşmayan oksigenin miqdarıdır. Yəni ozona çevrilməyən oksigenin miqdarıdır. Deyilir ki, ozonun kütləsi oksigenin kütləsindən neçə dəfə çoxdur? Yəni 20 ozonun kütləsi, ozon, 10 litr 10 mol oksigenin kütləsindən neçə dəfə çoxdur? Bunu bizdən istəyir. Və burada da elə sayını da bölsək olar, çünki kütlələr eynidir. 20-ni vururuq 48-ə, bölürük, 10 vurulsun 32. Bu da elə sayını da müqayisə edib yazmaq olar. Məsələn, sayını müqayisə etsək 20 vur 3 60 edir. 10 vur 2 də 20 edir. 60 da 20-dən 3 dəfə çoxdur. Elə kütlələrini də yazıb hesaplasanız 3 dəfə çox alacaqsınız. Ona görə doğru cavab 3. Nəhayət 10-cu sual. 10-cu sualda 10 mol hidrogen və 10 mol oksigendən ibarət qarışıqda baş verən reaksiya nəticəsində oksigenin 40% reaksiyaya daxil olur. Deməli, şərtə əsasən 10 mol oksigen veribdir və deyir onun 40% reaksiyaya daxil olub. Onun 40%-ni tapırıq. 10 100%dirsə 40% nə qədərdir? Bu edər 4 mol. Deməli, 4 mol oksigen reaksiyaya daxil olub. Hidrogenlə oksigenin reaksiya tənliyini yazırıq, əmsallaşdırırıq və bilirik ki, oksigen özündən 2 dəfə çox hidrogenlə reaksiya girir. Yəni, oksigen 4 mol reaksiya giribsə, hidrogen 8 mol reaksiya girəcək və reaksiya nəticəsində alınan suyun kütləsini istəyir. 4 mol oksigen reaksiya girəndə neçə mol su alınır? 1 mol oksigen də reaksiya girəndə 36 qram su alınır və buradan reaksiyadan alınan suyu tapırıq. 36-dan 4 dəfə çox edər 144 qram. 144 qram su. Bu alınan suyun kütləsi birinci sualın cavabı. Sonra reaksiyaya daxil olmayan qazların ümumi mol miqdarını istəyir. Mən burada reaksiyaya daxil olan miqdarları müəyyən edib yazdım. Hər ikisində başlanğıcda 10 mol verib. Ondan 8-in çıxırıq 2 mol hidrogen artıq qalar. Ondan da 4-ün çıxırıq 6 mol oksigen artıq qalar və beləliklə artıq qalan qazların mol miqdarı 8 mol olar. Bu da ikinci sualın cavabı.